Ehtiyatlı olmaq lazım idi da Emil. Ne bilmirdim də. Ehtiyatlı olmaq lazımdı, görsən. Müğənni Xatirə İslamın oğlu Emil xəstəxanalıq olub. Bu haqda sənətçi özü paylaşım edib. O bildirib ki, övladının qolu sınıb. Xatirə Emilin videosunu Instagram hesabında yayımlayıb. Emil 3 aya sağalacağını bildirib. Mamasının balası, mamasının balası. Ev yox. Tez sağalarsan mama qurban. Xalq artisti Ofeliya Sənani səhhətindən danışıb. Bir gün verilişi aparıcının evində qonaq olub. İnsult keçirdim. Ötən il isə infarkt keçirdim. Ay yarım xəstəxanada yatdım. Ayağa duranda ayaqlarım əsirdi. Deyirdim görəsən yeriyə biləcəyəm, amma indi yaxşıyam, qaçıram da, müalicələrim davam eləyir. Həyat şirindir, işimiz ondan da şirindir. Canımızı da işə qurban vermişik deyə Ofeliya Sənani bildirib. O bildirib ki, tək yaşayır. Bir qız, bir oğlum, 4 nəvəm var. Evdə köməkçi var. Övladlarım hər gün gəlib gedir.